1851-ci ildə Peterburq-Moskva xətti üçün teleqraflar verdilər. Sonra isə qış sarayının zirzəmisində elektrik stansiyası qurdular. İşlər o qədər yağ kimi getdi ki, bir vaxtlar şirkətin istehsal etdiyi hər 10 məhsuldan 8-i məhz Rusiyaya göndərilirdi. Yəni əgər o vaxtlar rusların teleqraf və işığa həvəsi olmasaydı, bəlkə də bugün Siemens adlı bir marka tanımayacaqdıq. Yetimlər bir şeyi tez anladılar. Əgər sən keyfiyyətli və mürəkkəb bir şey yaradırsansa, mütləq onu alacaq varlı bir qonşun tapılacaq. O vaxt Almaniya indiki Çin kimi idi. İşçi ucuz, məhsul çox. Əsas alıcıları isə o dövrün varlı İngiltərəsi idi. Maraqlısı odur ki, Almanlar maşın istehsalında dünyada ikinci yerə çıxanda belə, ölkə daxilində maşın sürənlərin sayı İngiltərədəkindən 2 dəfə az idi. Lori dildə desək, onlar özləri sürmürdülər. Ancaq